videosunun altına. Bu bir tələdir. Sənin kimi saf qadınları tələyə salırlar. Onlardan istifadə edirlər. Onlara sonra deyirlər, mən sənin ərinəm. Gir TikTok'a, onu al, mənə bunu al. Bu insanları Allah səni bugün mənim qabağıma çıxartdı ki, mən sabah bu adamla lazım olan yerə bunu mən sənə görə şikayət edemeyeceğim bundan. Sen getdin. Onun ki telefonundan bayaq mənimlə danışdılar, bir qurumun adını dedilər. Ha, mən yazdım, videoyu isə çəkdi onu. Sabah bu adam, o adam bizə göstərəcək kim idi o? Mən Əliyev tarixə deyən ki, mən flankəsəm. Mənə o lazımdır. Mənə o adam lazımdır ki, bu patsana görə mənə kim zəng vurub deyib ki, mən flank, mənim əlaqələrim olan adam, mən o qələti eləməmişəm. Qələt deyib eləyə bilmərəm. Heç kimə də zəng vurdurttura bilmərəm. Və öz nömrəsini o adama deyirəm ki, Azərbaycan nömrənlə yığ. O da indi canlı yayımında. Məndə ekran kaydı var deyə yazıblar burada telefonuma ki, o sözlə var. Deyir, Tolika yığan polis idi. İndi sabah o rayonun adını çəkib, o polis. Sabah ona deyəcəklər ki, o polisi çağır görüm kimdir. Tarix bəy Bakı üzrə çəkib, qarnizon üzrə çəkib, yoxsa rayonuna götürüb? Bakı, uzağa deməyim. Bir dənə bir şey deyim, burada 8000 adam baxır, bir hamı yəni burada dediyi cümlənin məsuliyyətini daşıyır. Yəni bizə bunu deyə bilərəm ki, heç bir orqan işçisi o səhv eləməz, yəni həqiqətən eləməz. Mənə bu şey Ləmanın, bax, Müjgan o ilə nə iniyər özü bilər. Bu adamla mənim ədabətim budur ki, bu adam öz şəxsi WhatsApp nömrəsində mən zəng vururam, kiməsə verir, kimsə mənə deyir ki, axşamınız xeyir, filan rayonunun flankəs deyirəm, Azərbaycan nömrəsindən yığ. Bu nə deyirəm, bunun nömrəsindən yığ. Qulaq as deyir mənə, deyirəm, sən mənə qulaq as. İndi mənə onu da isə götürdü, bu yandan çəkdi telefondan. Səhər onu verəcəyim yerə gidəcəm, bu adam yanında polis olub mənə yığıb saat 10'da işləmiş. 10'a qaldı, 9'a qalmış. Kimdir bu adam? Əslində mən o rayonda adam tanıyıram. Tarif bəy, o nömrə haqqında mənə zəhmət olmasa xahiş edirəm. Yox, özüm edirəm də sən. Yəni polisin adından necə istifadə edemiyorlar? Özü mənə. Mənim Müjganlıq bir şey yoxdur. Mənim dərdim o inandır. Müjgan xanım, biz elə bilərsiniz sizi ayırırıq, yəni sizin bu münasibətinizə qarşıyıq. Əstəğfurullah, xeyr, yəni. Və salamda polis sənin söyüşümü eşitməyib, əcəb eləyib də. Hansı polis mənə öz nömrəsi ilə yox, onun nömrəsi ilə zəng vurub görüm kimdir o polis. Mən də səhər nazirliyə şikayət edəcəyim ki, bu maşennikin telefonu ilə mənə polis zəng vurub heç nədən ərzə şikayəti yox, bir şey yox, polis məni niyə narahat edeyim? Əgər elə bir polis varsa, elə də polis yoxdur. Ona görə bunun başı ağrıyacaq. Bu yalandan danışır bunu. Bəli. Müjgan xanım, ümumiyyətlə sizə nəsə bir hədiyyə alıb, yəni nəsə bir... Alıb da 19 manata tort alıb bir dənə. Tort alıb göndərib bana. Neçə manata? 20 manat olsun la. Bugün paltar alacaktı, prosto dava düştü. Bugün akşam aldı, benden kabak alabilmirdi. Gece smeninde akşam okuyur. Gece smeninde paltar alırdı. Yok, sipariş verirdi, sabah getirecekler, kaldı. Neçə manatdır paltar alırdı sana? Neçə manatdır paltar alırdı sana? Bilmirəm neçədir. Razmerimi bilirdi paltarımın. Yok hələ danışırdı. Sen beni ele salırsan Müjgan. Yok, Allah'ın da olsun, Allah eləməsin. O sen razmerimi bilmirsin, sen paltar niye alırdı? Özü o sizin əvvəlki razmeri bilərdi, indi əməliyyat olunmuş. Bu razmeri bilirdi, heç olmasa yəni təzərə. Müjgan, ay Müjgan, necə də inanırsan belə şeydir? Bəs siz neçə yaşınız var Müjgan xanım? Çox üzr istəyirəm. Neçə yaşınız var? 32. 32 yaşınız var. Siz hansı beyinlə düşünürsünüz? Bu sizi həyatda görməyib ailə qurur. Bu nə düşüncədir? Yəni özü deyib bacısı danışıb. Deyib bacısı mənimlə danışıb. Alə bacı kafedən qız tutub 3 manat verib danışdırıb bacı. Nədir burada danışdırmayın bizi, qurban olum sizə. Müjgan, sən bugün pis yaxşı günə 100-200 manat pul qazanan qadınsan da gün olur 500 manat da qazanırsan. Belə alfonslar səndən istifadə edirlər. Ki gəlsin otursun. Onun məqsədi bu insan prim qazanmaq idi. Yəni bu xanımdan istifadə eləyəcəkdir. Mən bunu and içərəm də yəni. Dostlar, siz o kişiyə inanırsınız ki, onun bunu almaq istəyirdi. Özdə zaksa aparır, adam görməyib. İnanırsınız, yazın burada. İnanırsınız, yazın buna. Yazın da 7 bin, 8 bin adamsın. Hamı yazıb yox, deyala. 86 nəfər, indi 1000 nəfər yazacaq yox. Bir dənə hə yazan yox deyir.
Sən uşaqsan, Müjgan, başıma dönüm. Sənin burada cəmiyyətdə sən pis, yaxşı, insanlar sənə hörmət edirlər. O sənin hesabı burada reklam qazanmaq istəyir. Biraz popularlaşsın, getsin, başqa bir qadınla danışsın. Onu eləsin, bunu deyə ala 500 nəfər adam yox yazmıyor. Bir adam yazmıyor, bir ona inanıram. Sən dəlisən, Müjgan. Sən bugün evin var, eşiğin var, hazır gəlib burada oturacaq. Nə bilirsən bu tələdir, nə bilirsən bu qumarbazdır, nə bilirsən bu narkomandır. Nə danışırsan bu adamı sən? Sənə attım da onunla yazışmamı da. Mənə deyib bu nömrədə toliko zəng vururam, götürürüm.